Bu dünyada heç bir sınaq səbəbsiz verilmir. Allah bir qəlbi boş yerə sıxmır. Birinci sınaq səbirdir. İnsan istəyir, dua edir, gözləyir. Amma cavab gecikir. Çünki Allah dərhal vermədikdə səni cəzalandırmır, səni yetişdirir. İkinci sınaq tək qalmaqdır. Bəzən insanlar gedir, ünsiyyət azalır, ürəyini anlayan olmur. Bu, Allahın səni tərk etməsi deyil. Bu, səni yalnız özünə yaxınlaşdırmasıdır. Üçüncü sınaq ümidini qorumaqdır. Ən ağır anda belə qəlbində Rəbbim məni görür hissini itirməmək. Çünki ümidini itirməyən qəlb Allahın köməyinə ən yaxın olan qəlbdir. Unutma, Allah sınağı verdiyi qəlbi daşıya bilməyəcəyi yük altında əzməz. Hər gecikmənin arxasında bir hikmət, hər ağrının sonunda bir açılış var. Əgər bu sözlər sənə toxundusa, bil ki, sınağın sonu yaxın ola bilər. Səbr et. Rəbbin səni unutmur.